sonuncu günümüzdür Dubai'də. Həqiqətən möhtəşəmdir. Çox danışırdılar, çox deyirdilər bu haqqında. Görməyincə insan tamamlaya bilmir. Artıq 4-cü gündür ki, səyahətimiz davam edir. Burada yaşayan ərəblərin bir başqa dəyəri var. Hətta bura vətəndaşı olmayan, bura sığınan insanların, onların da çox dəyəri var. Bir sözlə, burada insan çox dəyərlidir. İstər taksi sürücülərindən, istər marketdə işləyənlər, istər fəhlələr, istər peşəsindən asılı olmayaraq bütün insanlar burada xoşbəxtdir. İnsana dəyər var. İnsanlar özlərini dəyərli hiss edir. Biz çox Pakistanlı ilə həmsöhbət oldum. Onlar həqiqətən burada həm çox xoşbəxtdirlər, həm də ailələrini istədikləri kimi yaşada bilirlər. Nə yalan söyləyəm, mən də vətənimi belə olmağını çox arzulayıram. Çox istəyirəm ki, mənim dəyərli, mənim gözəl vətənim Azərbaycan da belə olsun. İnsanın dəyəri olsun. Azgöz məmurlarımız vətənimizi talamağa son versin. Burada hər kəsin haqqını qoruyur. Hər kəs. Yəni Bakı qədər, bəlkə Bakıdan da balacadır buranın ərazisi, Dubai. Bildiyim qədərilə, soruşduğum qədərilə 3.200.000 əhalisi var. Amma insanlar xoşbəxtdir. Normal işlərdə işləyən ərəb görə bilməriz. Ərəblər çox yaxşı yaşayır, yəni buranın sakinləri, vətəndaşları çox yaxşı yaşayır. O ki qaldı, qıraqdan gələn insanlar, onlar da çox xoşbəxtdir. Onların da həqiqətən rifahları yaxşıdır. Bura gəldikləri üçün, burada çalışdıqları üçün onu gizlətmirlər, ifadə edirlər.